20 yanvar xalqımızın taleyində tarixi bir dönüş nöqtəsidir. O həmişə gözlənilən idi. Çünki hələ ondan da əvvəl 28 aprel baş vermişdi. 1920-ci ilin 28 aprel işğalı ilə ata-babalarımız heç cür barışa bilməzdilər və Sovet rejiminin mövcud olduğu bütün 70 il ərzində itirilmiş müstəqilliyin bərpa olunması uğrunda mübarizə gizli və ya açıq şəkildə həmişə gedirdi. Sovet İttifaqı yaranandan bəri imperiyaya qarşı baş qaldıran hər cür müqavimət dərhal məhv edilirdi. Belə bir müqavimətin möhkəmlənməməsi üçün 30-cu illərdə Sovet hökuməti işğal etdiyi bütün xalqların ziyalılarına qarşı qanlı repressiyalar həyata keçirmişdi. Azad fikir səsləndirməyə cürət edən xalqın milli kimliyini hər hansı bir şəkildə xatırladan və ya önə çəkməyə cəhd göstərən on minlərlə Sovet vətəndaşı və əsasən də ziyalı təbəqənin təmsilçiləri güllələnmiş və ya Sibirə sürgün edilmişdilər. 80-ci illərin sonlarına doğru imperiya mərkəzinin təhriki və bilavasitə dəstəyi ilə torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğal olunması və soydaşlarımızın öz ata-baba torpaqlarından zorla çıxarılması xalqı ayağa qaldırdı. Ermənistanda yaşayan soydaşlarımızın hüquqlarına təminat verilməsini tələb etmək üçün xalq Bakının küçə və meydanlarına axışdı. Həftələrlə davam edən dinç nümayişlər 1990-cı ilin 20 yanvar gecəsində o zamanadək misli görünməmiş bir qəddarlıqla yatırıldı. Avtomat silahlardan birbaşa dinç nümayişçiləri hədəfə alan Rus qoşunları ağır silahlı texnika və tanklar üzərində bir neçə istiqamətdən hərəkət edərək Bakıya daxil oldular. Səhər saatlarına qədər davam edən qırğın nəticəsində 147 soydaşımız həlak oldu. Yüzlərlə insan yaralandı. Gezi saatlarından etibarən şəhərdə komendant saatının tətbiq olunması elan olunmuşdu və küçələrə çıxmaq qadağan edilmişdi. Buna baxmayaraq insanlar küçələrdən çəkilmədilər. Azadlıq meydanına sel kimi axışdılar və gecə qurbanlarının nəşini öz çiyninə alaraq şəhərin ən yüksək zirvəsinə Şəhidlər Xiyabanına daşıdılar. 20 yanvar hadisələrinin günahsız qurbanları bütün Sovet xalqlarını azadlığa aparan yolun öncülləri idi. Onlar öz canlarını qurban verməklə təkcə bizim yox, Sovet rejimi tərəfindən işğal altında saxlanan bütün xalqların milli azadlıq yoluna işıq saldılar. Dinç nümayişçilərin gülləbaran edilməsinə qərar verən Sovet rejimi isə elə həmin gecə özünün qəti iflasına qərar vermiş oldu. Bu hadisələrdən sonra digər Sovet respublikalarında da milli azadlıq mübarizəsi daha da gücləndi və ittifaq daxilində dezinteqrasiya prosesləri daha da sürətləndi. Sovet İttifaqının siyasi çöküşü də məhz 20 yanvar hadisələrindən başladı və cəmi bir il sonra 70 il ərzində bütün sivil dünyaya meydan oxuyan ən qəddar bir siyasi rejimin qəti iflasına gətirib çıxardı. Sovet İttifaqı süqut edərək dünyanın siyasi xəritəsindən bidəfəlik silindi. Azərbaycan xalqı isə öz azadlığına qovuşdu. Bu illər ərzində Azərbaycan heç bir keçmiş Sovet Respublikasında görünməmiş uğurlar və nailiyyətlər əldə edib. 20 yanvar hadisələrinin ilkin səbəbi olan işğal faktı aradan qaldırılıb. Ölkəmizin bütün sərhədləri daxilində suverenliyimiz tam şəkildə bərpa olunub. Azərbaycan sabit şəkildə davamlı inkişaf edən və beynəlxalq arenada günü-gündən siyasi nüfuzu artan, müasir və güclü dövlətlərdən birinə çevrilib. Tarixi inkişafımızın belə bir dövründə xalq öz qəhrəmanlarını daim yad edir və onların xatirəsini həmişə əziz tutur. Bugün kütləvi şəkildə Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan xalqı 20 yanvar şəhidlərinin fədakarlığını heç zaman unutmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin.